5-ci sinifin Azərbaycan dili dərsliyində xarici, hətta adını belə çəkməyə çətinlik çəkdikləri yazıçıların, şairlərin əsərlərindən nümunələr verilir və bu nümunələr də tərcümə vasitəsilə çox da qüsurlu bir tərcümə ilə Azərbaycan dilini öyrədirlər. Müəllimlərin dediyi nədir təhsil işçilərimizin? Deyir ki, Azərbaycanda, Azərbaycan müasir uşaq ədəbiyyatından, Azərbaycanın yazıçılarından, həm də klassik, o qədər güclü yazıçılarımız, ədəbiyyat adamlarımız var ki, onların əsərlərindən nümunələrin daha çox olması vacibdir. Müəllimlərimizi narahat edən məsələlərdən biri də odur ki, bu sertifikasiya məsələlərində özəlliklə qadın müəllimələr 30-40 ilini bu sahəyə vermişlər. Çox utanaraq bunu mənə söylədilər. Məsələn, Xıllı qəsəbəsində dedilər ki, bizi hörmətdən salırlar bəzən. Axı, müəllim adı yüksək tutulub xalqımızın arasında. Biraz bu məsələlərə daha ehtiyatlı yanaşmaq olar. 40 ilin müəllimini əgər imtahan edirik adı altında, necə deyim, kənarda qoyarsansa, o müəllimə hörmət istiyorlar.